Hər kəs salam, gözəl insanlar. Mən Aydan və kanalıma xoş gəlmisiniz. Məni çoxdan izləyən izləyiciyə demək istəyirəm ki, necəsiz gözəl dostlarım? Sizinlə video çəkmək üçün həqiqətən darıxıram. Yəni çəkmək deyil də, mən çəkirəm. Yəni arxa planda çəkdiyim videolar var. Onları paylaşacağım zamanı gələndə. Amma ki, sizinlə paylaşmaq üçün, sizinlə söhbət etmək üçün darıxıram. Son zamanlarda paylaşımlarım aktivlik də gətirir və bunun üçün həqiqətən sevincliyəm və bunun üçün minnətdaram. Və əgər siz kanalımda yenisinizsə, mən Aydan Milan Politexnik Universitetində magistr səviyyəsi üzrə təhsil alıram və bu gün sizlə birlikdə sizi də götürüb özümlə İtaliyaya gedəcəm. Yəni bu gün sizinlə danışacağıq xaricdə təhsildən, təqaüdlərdən. Əvvəlki videolarıma nəzərən biraz daha detallı video olacaq. Ona görə də yaxın əyləşin və kanalıma abunə olmağı unutmayın. Çünki biz sizinlə bu kanalda həm təhsildən danışırıq, həm mentalitetdən danışırıq, həm vloqlar çəkib göstərirəm sizin üçün öz həyatımdan və ümumiyyətlə yaşadığım yerlərdən. Ona görə də sizin dəstəyinizi bu kanalda görmək və sizi burada daimi ailə üzvü kimi görmək mənim üçün çox xoş olar. Varlığınızı hiss etdirmək üçün sizdən bir like və bir şərh ala bilərəm. Və sizi çoxlu öpürəm və videoya keçirik. Xarici təhsil almazdan əvvəl bütün hər yerdə biz postlar görürük. Hansı ki o postlarda yazılır: xaricdə pulsuz təhsil, xaricdə pulsuz təhsil, xaricdə pulsuz təhsil almaq mümkün deyil. Yəni, baxır pulsuz təhsil deyəndə siz nəyə nəzər tutursunuz? Misal üçün, əgər sizin təhsilinizin təqaüd ödəyəcəksə, təhsil haqqınızı təqaüd ödəyəcəksə, bəli, bu pulsuzdur. Amma siz əgər pulsuz təhsil deyəndə bu proses ərzində heç bir pul ödəməyəcəyinizi düşünürsünüzsə, bu yanlışdır. Çünki mən belə düşünürdüm. Ta ki o pullar bizdən çıxana qədər. Və bu proses necə bir prosesdir? Təsəvvür eləyin ki, hər universitetə müraciət etdiyiniz zaman müəyyən bir administrativ fee var. Administrativ ödəniş, müraciət ödənişi, pulu. Bəzən bu 60 avro olur, bəzən bu 300 avro olur, bəzən ortalama, nə bilim, 30 ola bilir. Avro və ya dollarla baxır ölkədən və universitetdən asılı olaraq dəyişir. Və siz o pulu ödəməlisiniz. Bu birinci hissə. Bu prosesdən əvvəl ingilis dili öyrənmə prosesi var və o ingilis dili öyrənmə hissəsində də kurslara pul verə bilərsiniz. Əgər mənim kimi tək başına öyrənməyə həvəsli deyilsinizsə və ya öyrənə bilmirsinizsə, yəni hər kəsin fokusu fərqlidir. Mən müəllimdən öyrənməyi daha çox sevirəm və daha yaxşı başa düşürəm. Nəinki özüm oturub dil öyrənəndə, yəni gərək dəhşət çox, necə deyim, fokuslanım. Bu isə günümüzün reallığında o qədər də mümkün deyil. Çünki bəzilərimiz universitetə gedirik, bəzilərimiz işə gedirik, nə bilim, hər kəsin fərqli məsuliyyətləri var. Və məlumdur ki, kurslar da aylıq 130, 150, bəzən 200 manat civarında pul istəyirlər. Yəni bunu bir 3 aya, 4 aya vuranda gəlib çıxır 600 manata, 800 manata. Mən şəxsən o vaxtlarım deyəsən 120 ya da 130 manat verirdim Ruf Akademiyaya. Və əslində Ruf Akademiyadakı müəllimlərim də mənim yaxşı müəllimlər idi. Süsən xanımı buradan çoxlu salamlar. Və həqiqətən ingilisini sevdirən müəllimədir. Və daha sonra isə IELTS kursuna getmişdim. Əgər sizin ingilis dili biliyiniz yaxşıdırsa, kursa getməyə ehtiyacınız yoxdursa, getməyə də bilərsiniz və evdə özünüzlə məşğul ola bilərsiniz. Amma yox, əgər məşğul ola bilmirsinizsə, o zaman yəni kursa getməkdən başqa bir çarə olmur. Və buna görə də çalışın ki, əvvəlcədən öz pulunuzu yığasınız təhsil almaq üçün. Çünki hətta siz universitetə qəbulu, yəni universitetə müraciət etdikdən sonra belə, çünki mənim üçün ən azından ən birinci başlanğıc IELTS-dir. IELTS imtahanı üçün də vaxtilə 300 nə qədərsə biz ödəmişdik. 348 mi, bilmirəm, 350 manat civarında bir ödəniş idi. Və bu ödəniş bildiyimə görə illərlə artır. Hal-hazırda məlumatım yoxdur, amma yəni belə baxanda artıq biz 1000 manata gəlib çıxmış oluruq bura IELTS imtahanına qədər gələndə. Və IELTS imtahanı verdikdən sonra, hansı ki o universitetə müraciət prosesi var, orada da siz artıq xarici pasportunuz yoxdursa, pasport almaq, diplomunuzu, transkriptinizi, apostil vurdurmaq, onları İtalyan dilinə tərcümə təsdiq etdirmək və ya ingilis dilinə tərcümə təsdiq etdirmək, ki mən hər ikisini də etdirmişdim. Bunlar önəmlidir və bu ərəfələrdə də artıq pul çıxır. Məndən bəzən soruşurlar ki, xarici təhsil hazırlaşmaq və ya xarici təhsil almaq nə qədər ödəniş edir? Yəni, nə qədər pul xərcləyirsiniz bunlar üçün? Baxın, mən sizə prosesdə izah edirəm, düzdür? İndi siz getdiyiniz və ya getmək istədiyiniz kursu tapsanız, o kursun məbləğini bir 4 aya, 5 aya vursanız,
üzərinə ayrılsın pulunu gəlsəniz, onun üzərinə asan xidmətdən rüsumlar, çünki orada qeyd olunur. Asan xidmətdən bakalavr diplomu, pasport almaq, o diplomun apostilə vurulması, Köroğlu'dakı asan xidmətdə apostilə vurulması, daha sonra həmin apostil sənədinin İtalyan dilinə tərcümə təsdiqi, ingiliscə tərcümə təsdiqini rüsumlarına baxsanız, siz əslində özünüz evdə oturduğunuz halda bunu çox gözəl şəkildə hesablaya bilərsiniz. Sadəcə mən istəyirəm ki, yəni artıq ora gəlib çatan qədər 1000 manatı artıq 1000 manatı, bəlkə də 800 manatı keçmiş olur. Hələ o mərhələdə belə, yəni ondan sonra belə bütün sənədləri, tərcümə, təsdiq və s. bunları etdirəndən sonra siz artıq universitetlərə müraciət edirsiniz və universitetlərə müraciət pulu da, rüsumu da üzərinə gəlir və ondan sonra təqaüdlərə müraciət edirsiniz. Təqaüdlərə müraciət o qədər də rüsumlu deyil məncə, çünki təqaüdə müraciət üçün pul ödəmirsiniz. Biz bugün sizlə danışacağıq o təqaüdlərdən. Biz danışacağıq investor talent təqaüdündən. Videoya daha belə birdən giriş elədim. Çünki istəyirəm ki, bəzi şeylərin reallığını siz özünüz dərk eləyəsiniz. O yalançı Instagram postlarına, reellərinə və xarici təhsil şirkətlərinin vədlərinə inanmayın. Ümumiyyətlə, xarici təhsil şirkətinə belə pul verəndə sizin cibinizdən bir 1000 manat, 3000 ya da 4000 manat çıxır və mən əminəm ki, bir il əvvəl bakalavrda oxuduğunuz zaman siz illərlə o sənədləri, siz illərlə o universitetləri araşdırsanız, o universitetlərə müraciət edən tələbələrlə danışsanız, suallarınızı versəniz, amma yəni özünüz də araşdırmalısınız. Bunu etsəniz, inanın ki, heç bir o tipdə quruma müraciət etməyinizə ehtiyac olmayacaq. Lakin, əgər siz də mənim kimi biraz belə, ayda mən necə eləyərəm, narahat olaram, qoy konkret olsun, təhsil şirkəti yox, şəxsi biri ilə işləyim, yəni freelance işləyən, freelance fəaliyyət göstərən biri ilə işləyim, o zaman siz də mənim kimi eləyə bilərsiniz əslində. Çünki mənə o zaman kömək eləyən bir xanım var idi və mən onunla fəaliyyət göstərmişdim. Və o mənə əslində bir çox mövzuda, müraciət hissəsində bir çox mövzuda kömək etmişdi. Amma sizə bir məsləhətim, həmin dönəmdə çalışın ki, əsəblərinizə hakim olasınız. Mən o qədər stresə düşürdüm ki, bəzən həqiqətən İngiliscə deyirəm, out of control, elə bir situasiyanın içində tapırdım özümü. Çox stresslənirdim və hər şeyin yanlış getdiyini düşünürdüm. Amma ki, bəzi şeylər olacağına varır, siz əlinizdən gələn ən yaxşısını edin. Və əgər hansısa bir xarici təhsilə dəstək olan şirkətlə işləsəniz belə, onlardan soruşun ki, sizə təqaüdlərə müraciət prosesində kömək edəcəklər, yoxsa yox. Yoxsa ancaq universitetə qəbulumu alacaqlar. Hər birinin məbləğini konkret şəkildə soruşun. Heç nəyi, necə deyim, elə belə yola verməyin, şərti şunda kəsin və hər şeyin deadline-ını izləyin. Yəni, birinə pul ödəsəniz belə, o işin arxasınca düşünün, çünki o iş sizə məxsusdur. Çünki nəticə sizə məxsus nəticə olacaq. Yəni, hər şeyi mən təhsil şirkətinə deyim, üzümü döndərim, oturum, mən elə eləməmişdim və sizə də elə etməməyə məsləhət görürəm. Çünki o zaman yəni, kim bu işi sizin üçün görsə də insanın özü qədər özünün işlərinə məsuliyyət göstərən insan olmur. Ona görə də daim ingilislərin bir söz var, follow-up, yəni izləmə prosesini aparın. Və təqaüdlərdən danışanda isə mənim DSU ilə bağlı təcrübəm olmadığı üçün, yəni təcrübəm həm var, həm yoxdur. İlk başlanğıca sənədləri yığmışdım və sənədlərin siyahısı nə olmalıdır, bunları bilirəm. Vizaya müraciət sənədlərinin siyahısını bilirəm. Hətta mən vizaya müraciət eləyəndə vizam azla Murad bəylə bu prosesi aparmışdım və çox mehriban insandır və çox da kömək eləmişdi mənə. Mən təqaüd aldığım üçün sənədi, vizanı çox sürətli almışdım. 1 həftəyəm, 2 həftəyəm, nəsə elə bir müddətdə. Hətta 2 həftədən bəlkə daha az müddətdə. Amma hətta o da təəccüblənmişdi. Amma ki, sənədlərin hansı sənədlər olması, sığorta, otel bronu, ev bronu və s. bunlar viza üçün vacib olduğuna görə o şirkət sizin üçün hər şey eləyir və siz onlarla əlaqə saxlaya bilərsiniz. Həqiqətən çox kömək olurlar. Bu reklam deyil, vaxtilə anam pulunu verib. Ona görə sizə sadəcə məlumat vermək istəyirəm ki,
belə şirkətlər var və ümid edirəm ki, hər kəsin təcrübəsi ən az mənimki qədər pozitiv və yaxşı olar və hətta çox gözəl olar ki, siz də gülər üzlə bunları danışa bilərsiniz. Kimsə təmir eləyir, kimsə nəsə eləyir və o səsi mən eşidirəm. Çox yanlış zamanlamada, amma nəysə. Və biz təqaüdlərdən danışanda isə mən Investor Talent təqaüdü və Maichi təqaüdü haqqında sizə ürək rahatlığıyla danışa bilərəm və məsləhətlər verə bilərəm. Investor Talent təqaüdü, baxın bu təqaüddə 25-dən çox prestijli universitetlər yer alır və 23 ölkə iştirak edir və 2005-ci ildə əsaslı qoyulan təqaüd sistemidir və bu təqaüddə hər il Azərbaycandan, fərqli ölkələrdən tələbələr iştirak edə bilər. Magistr üzrə təhsil almaq istəyənlər müraciət edir və ora müraciət etməzdən əvvəl siz daha öncə İtaliyadakı universitetlərə müraciət etmiş olmalısınız. Qeydiyyatdan keçmiş olmalısınız və müraciət etmiş olmalısınız. Və yalnız bir kurs üzrə siz müraciət edə bilirsiniz. Və onu da qeyd etməliyəm ki, əgər 2 kurs üzrə müraciət edirsinizsə, bunun üçün yetərli bir səbəb olmalı. Amma bunu yəqin ki, 2 kurs üçün müraciət edilənlər daha yaxşı bilər. Mən bir kurs üçün müraciət etmişdim. Polimi'nin Integrated Product Design ixtisası üzrə müraciət etmişdim təqaüdə. Çünki onlar işlədikləri universitetlərlə o proqramı açırlar deyə orada siyahını və kursların adını siz görə bilirsiniz. Müraciət etməyiniz üçün bakalavr diplomunuzu almış olmalısınız əslində və başqa bir dil ilə desəm, artıq məzun olmalısınız. Bu mütləqdir məzun olmaq. Və məzun olub da diplomu əgər hələ də ala bilməmsinizsə, o zaman onlar deyirlər ki, siz öz universitetinizin akademik desən qeydiyyat şöbəsinə yaxınlaşıb, oradan diplomunuzu gözlədiyinizə dair sənəd götürməlisiniz və bu sənədi həmin müraciət prosesi zamanı onlara təqdim etməlisiniz. Və müraciət zamanı dil sertifikatı da önəmlidir. İngilis dili ən aşağı B2 səviyyədə olmalıdır. IELTS, TOEFL kimi beynəlxalq sertifikatlar keçərlidir. İtalyan dili önəmli deyil, amma əgər İtalyan dili ilə bağlı sertifikatınız varsa, bilirsinizsə, bu sizin üçün üstünlük hesab olunur seçim zamanı. Yaş kateqoriyasında isə yaşınız 27-ni keçməməlidir. Bu digər bir önəmli detaldır. Investor Talent təqaüdü 9 ay müddətində verilir. Oktyabrda başlayır və iyunda bitir. Və əslində Investor Talent'in sponsorlarından asılı olaraq, çünki bəzi tələbələr fərqli sponsoru salırlar, bəzilərini fərqli insanı salırlar və bəzi sponsorlar, məsəl üçün, hər aylıq o 1000 avronu verirsə, digərləri 3 aydan bir verir o 1000 avronu. Yəni 3000 avro şəklində verir və hər 3 aydan bir verir. Mənim sponsorum, baxın, hazırda mart ayını keçmişik, apreldəyik və mənim martda əslində pulum gəlməliydi, amma hələ də gəlməyib. Artıq ikinci həftəyə keçəcəyik və hələ də pul yoxdur. Bu sponsor kimdirsə, bütün prosesləri çox gecikdirə bilər. Nəsə, bu ikinci semestrdən etibarən. Yəni belə şeylər də olur. Gecikməyinə hazır olmalısınız. Ona görə də ilk 3 ay üçün, yəni əslində ilk 2 ay üçün, sentyabr və oktyabr üçün ödəniş, yəni öz üzərinizdə bir 1000 avro ən azından olmalıdır İtaliyaya gələndə ki, hər şeyinizi ödənişini çatdıra biləsiniz. Çünki sənəd işlərində də siz müəyyən ödənişlər etmiş olursunuz. Gəlin geri qaydaq Investor Talent təqaüdünə. Müraciət zamanı lazımlı sənədləri isə buradan oxuyacağım birbaşa. Bakalavr diplomu və onun əlavəsi, transkript, yəni bakalavr təhsilini bitirmiş, bunu artıq qeyd elədim, yəni diplomu almamış tələbələr akademik qeydiyyat ofisinin nümayəndəsi tərəfindən sənəd götürülməlidir. Hansı ki, diplomu gözlədiklərini təsdiq edən sənəd təqdim edəcəklər və imzalamalıdır sizin o sənədinizi həmin insan və sonra onu yəqin ki, İtalyan dilinə və ingilis dilinə tərcümə təsdiq etdirməlisiniz. İtalyan dil sertifikatı məcburi deyil, lakin seçim prosesinə nəzərə alınır. Namizədin öz motivasiyasını izah etdiyi video 1 dəqiqədən çox olmamalıdır. CV, yəni tərcümeyi hal, etibarlı xarici pasport lazımdır. Təqaüdün nəticələri yay aylarında açıqlanır. Bu videoda ümumiyyətlə qeyd etdiyim hər şey 2025-2026-cı illəri əhatə edən rəsmi müraciət kitabçasından götürülmüşdür. Mənə maraqlıdır ki, siz ümumiyyətlə bu təqaüdə müraciət etməyi düşünürsünüzmü? Çünki əslində hər şeyi çox yaxşı şəkildə əhatə edir. Sadəcə ikinci il müraciət, yəni renewal dedikləri, yeniləmək istəyirsinizsə öz təqaüdünüzü, çünki bu təqaüdü bir il əhatə edir. Sizin kreditləriniz, təhsil kreditiniz birinci ildən 30 kredit yuxarı olmalıdır. Daha doğrusu 30 krediti keçməlidir və bununla birlikdə
siz mart ayına qədər, əslində rəsmi olaraq mart ayına qədər, amma onlar yanvar ayına qədər sizdən artıq təcrübə proqramı tapdığınıza dair sənəd istəyirlər. O sənədi hazır edib onlara verməlisiniz. Başqa fikirləşəndə investor talanta qayda haqqında onu deyə bilərəm ki, onların öz operatorları var. Mənim hal-hazırda belə deyim, əlaqə saxladığım Francescadır. Sizə bəlkə fərqli operator olar, amma onlarla nə sualınız oldusa onlara soruşmalısınız, əlaqə saxlamalısınız. Hətta onlar sizə bir kitabça verirlər. İtaliyaya gələndən sonra nələr etməlisiniz o haqda. Hətta öz veb saytlarında da bu var və mən veb saytlarını aşağıda öz hazırladığım PDF-də qeyd eləmişəm. O PDF-in də linkini yenidən buraxacağam. Orada baxa bilərsiniz. Amma ümumiyyətlə təqaüdlərə müraciətlə bağlı və ya bu təqaüdlərdə necə bir motivasiya məktubu hazırlamaq istəyirsinizsə, məndən konsultasiya ala bilərsiniz. E-mail yaza bilərsiniz. Əlaqə saxlamaq üçün sizə geri dönüş eləyəcəm. Əslində uzun bir dönəm mənə çox tələbələr, şagirdlər universitetə xarici təhsil üçün və ya ümumiyyətlə dizayn üzrə müraciət etmək üçün soruşurdular bütün sualların, hər şeyi həmişə cavablamışam. Bir dönəm isə bu xarici təhsillə bağlı dəstək almaq istəyən tələbələr ki var, həm onlara ödəniş əsaslarla kömək etməyimi istəyirdilər. Lakin məndə bir çox zaman alınmırdı, çünki bir universitetə gedirdim. Yəni universitetə başlayandan sonra da fokus tamamilə universitet olur. Hal-hazırda o prosesi keçdiyim üçün, yəni universitetdəki dərslərim bitib. Ona görə artıq bu mövzularda konsultasiya almaq istəsəniz məndən əlaqə saxlaya bilərsiniz. Həm sosial mediadan, həm buradan. E-maildən daha yaxşı olar, çünki sizinlə bu mövzuları daha detallı şəkildə danışa bilərik. Çünki bildiyiniz kimi, əgər bu təqaüdü almasaydım, heç intervyu çağırılmasaydım, bəlkə də heç bu işlərə girişməzdim. Həm təcrübəm olduğu üçün, həm də hansı nəticələrin və ya CV-nin necə hazırlanmalı olduğunu və ya motivasiya məktubunun necə hazırlanmalı olduğunu və ümumiyyətlə nə kimi belə deyək, özünüzü təqdim etməli olduğunuzu bildiyim üçün istəyirəm ki, bu mövzularda sizə də kömək edeyim. Və onu da deyə bilərəm ki, müraciət etdiyim universitetlərə həm İtaliyada, ən azından İtaliya adına danışa bilərəm ki, hətta İsveçrədə Lund Universitetindən də qəbul almışdım. Bunu əvvəlki videolarımda qeyd eləmişəm, həm Sapienza'dan, həm Polimidən, həm də Lunddan qəbul almışam. Bu mənim həqiqətən də yaxşı akademik nəticələrimin olması ilə də bağlıdır və bundan əlavə bu akademik nəticələri və bacarıqlarımı, istedadlarımı motivasiya məktubunda, CV-də çox yaxşı bir şəkildə ifadə etdiyimi də göstərir və bunun üçün həqiqətən məmnunam. Öz reklamımı da aparandan sonra sizinlə davam edirəm Maiçi təqaüdü haqqında. Elə əsas hissə buradadır. Maiçi təqaüdünün şərtləri nələrdir? Bunu da sizə hal-hazırda yazdığım məlumatlardan oxuyacağam. Təqaüd akademik nəticələrə əsasən verilən təqaüddür və bundan lakin bir fərqi var investor talentın. İkisi də merit baseddir, amma Maiçi təqaüdündə əgər siz seçilirsinizsə, sizi birbaşa intervyu çağırırlar və siz gedirsiniz İtaliya konsulluğuna. Orada İtalyanlar sizdən müsahibə götürürlər. Və mən o müsahibədə iştirak edəndə, ora seçilimi biləndə çox sevinmişdim, amma yəni insan özünü bilir də, yəni nə edəcəyini və s. Və mən ora gedib onlarla danışanda başa düşdüm ki, həqiqətən də Azərbaycanlıların həm dil baxımından, həm təhsil baxımından, həm akademik baxımından doğrudan da çox üstünlükləri var və bu üstünlükləri bildiyiniz üçün heç zaman necə deyim, özünüzə dəyəri alçaltmayın. Çalışın ki, daim bunu göstərə biləsiniz. Çünki o müsahibədə siz əslində özünüzü, öz biliklərinizi və öz bacarığınızı satırsınız ki, sizə o təqaüdü versinlər. Maiçinin magistr pilləsi üçün müraciət etdiyiniz zaman onu bilməlisiniz ki, çünki bu təqaüd əslində həm magistr, həm bakalavr, həm də ki, PhD səviyyəsi üzrə müraciətləri qəbul edir. Amma hər birinin şərti fərqli olduğu üçün mən ancaq magistr deyəcəm. Magistr pilləsi üçün müraciət etdiyiniz zaman siz bakalavr təhsilini artıq bitirmiş olmalısınız, 28 yaşına keçməməlisiniz. İngilis dilində əgər təhsil alacaqsınızsa, minimum B2 səviyyə olmaq üzrə IELTS sertifikatı və ona bərabər dil sertifikatı əldə etmiş olmalısınız. Və ingilis dilini və bakalavr artıq tamamilə ingilis dilində səviyyəsində olmuşdursa, bu zaman bakalavr təhsili tamamilə ingilis dilində olursa, bunu təsdiq edən sənəd kifayətdir. Təqaüd müddəti 9 aydır.
və noyabrda başlayıb iyul ayında bitir və həm Investor Talent təqaüdünün, həm də ki MyG təqaüdü hər ikisi 1000 avronu təşkil edir. 1000 avro onlar sizə ödəniş eləyəcək. Sadəcə MyG-nin fərqi odur ki, onlar sizdən təcrübə proqramına qəbul istəmirlər. Onlar sadəcə kreditin deyəsən 20 neçədənsə ya da 30-dan daha yuxarı, yəni 30-u keçmiş olmağınızı istəyirlər. Və mən sizə ona deyim ki, əziz tələbələr, əgər siz Investor Talent təqaüdünü qazanırsınızsa, ki mənim dönəmimdə mən Investor Talent qazandığım üçün və MyG-dən intervyu gedəndən 1 ya da 2 gün sonra Investor Talent'ın qəbulu mənə gəldi və mənə yazıldı ki, əgər sən bu təqaüdü 3 gün ərzində seçsən, o zaman başqa İtaliya ilə bağlı başqa merit-based təqaüdlərə artıq müraciət eləyə bilməzsən və ya qazana bilməzsən. Və mən ona görə ürəyimdə qaldı ki, MyG-in nəticəsi necə oldu? Çünki mən müsahibəyə gedəndə, müsahibə 28-dən içəri şəhərə gedən tərəflərdə bir bina var, adı yadımdan çıxıb, oradakı konsulluqda olmuşdu. Və mən ora gedəndə otaqda İtalyanlar var idi. Mən hər şeyi burada detallı danışmayacağım, amma onu deyə bilərəm ki, yəni CV-m gedən kimi görürsünüz ki, CV onların qarşısında olur. İki nəfər mənim sağımda oturmuşdu. Yəni məndən paralel digər tərəfdə, diaqonal olaraq. Və paraleldə də 3 nəfər var idi. Və bunlar mənə sual verirdilər. Amma birinci siz özünüzü təqdim etməlisiniz və orada mənə elə gəlir ki, özünüzü, öz biliklərinizi satmağın yolunu tapmalısınız və çalışın ki, universitetdə oxuduğunuz vaxt akademik layihələrdə iştirak edin, universitetdən kənar layihələrdə iştirak edin, işləyin və həqiqətən də yaxşı, necə deyim, özünüzü ifadə bacarıqlarınızı, danışıq bacarıqlarınızı inkişaf etdirin. Çünki sizə həqiqətən orada bu bacarıqlar, ünsiyyət bacarığı, danışıq mədəniyyəti, danışıq bacarığı, artıq hər nə ad vermək istəyirsinizsə, sizə çox kömək olacaq. Əslində video bu qədərdir. Çünki mən əsas kontentləri artıq həm sosial media şəbəkəsi üçün, YouTube Shorts üçün də hazırlayıram. Və siz artıq orada da kontentlərimi görürsünüz. Ümid edirəm ki, bəyənirsiniz. Dediyim kimi, əgər daha çox sualınız varsa, əgər mənimlə konsultasiya etmək istəyirsinizsə, o zaman mənim email hesabıma yaza bilərsiniz. Aşağıda görəcəksiniz. Qətiyyən əlaqə saxlamaqdan çəkinməyin. Suallarınız varsa əgər, o zaman şərh bölümündə də yaza bilərsiniz mənə. Amma sizinlə fərdi işləməyimi istəyirsinizsə, mənimlə mütləq əlaqə saxlamağı unutmayın. Videomu izlədiyiniz üçün çox sağ olun, dəstək olduğunuz üçün çox sağ olun. Kanalıma abunə olan insanlar əminəm ki, kanalın dəyərini görən insanlardır. Və o insanlara qucaq dolusu sevgi göndərirəm və yolunuz daim parıldasın. İşıqla dolu olsun, sevgi ilə dolu olsun. Sizi çox sevirəm. Gələn videolarda görüşmək üzrə. Hələlik.